2 stəkan şəkər, 1 stəkan yarım su. Qaz sobasında şərbətimizi qaynamağa qoyuruq. 4 stəkan kakos, 2 stəkan yarım şəkər. Qarışdırıb isliyimizi hazırlayırıq. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. 5 stəkan un, yarım çay qaşığı duz, 2 çay qaşığı şəkər, 1 çay qaşığı maya. Qarışdırırıq. 1 yumurta bütöv, 1 yumurtanın ağı. 150 qram çərək yağı, 150 qram xama, stəkan yarısından süd. Südümüzü az əlavə edirik. Yumşaq, ələ yapışmayan xəmir olur. 40 dəqiqə mayalandırırıq. Mayalandıktan sonra əlimizlə biraz öfkələyirik maya iyi gəlməsin və kündələrə ayırırıq. 10 kündəyə ayırırıq. İkisini 200 qramdan edirik. Qalanlarını 90 qramdan. $200 qramlıq götürdüyümüz kündəni birinci yayırıq. Qabımızın dibini duru yağla yağlayırıq. Ara qatını yağlamaq üçün 500 qram çərək yağından istifadə edirik. Birinci qata içlik tökmürük, ikinci kündəmizi yayırıq, yağlayırıq və içliyimizi tökürük. 9 kündəni eyni belə yağlayıb kakos tökürük və sonuncu qata yenə vurmuruq. 10-20 dəqiqə sərin yerdə saxlayın, sonra kəsin. 2 yumurtanın sarısı, 1 çay qaşığı bitki yağını qarışdırıb üzərinə vururuq. Üzərini istədiyiniz formada bəzəyə bilərsiniz. Əvvəlcədən isitdiyimiz 170 dərəcəli sobada 15 dəqiqə bişiririk. Tam bişirmirik, götürürük, eyni yerdən kəsirik və qalan yağımızı da üzərinə əlavə edib yenidən sobaya qoyuruq. Üzəri tam qızarana qədər bişiririk. Sobadan götürəndən sonra şərbətimizi tökürük. Şərbəti tam özünə çəkdikdən sonra kəsib servis edirik. Dadlı və vərqi şirniyyatlar üçün səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.